Meymunların, primatların bir növü var. Paviancidir. Adı pavianlar. Martışkalar sinifinə aid olmalıdır martışkalar. Bunlar sosial canlılardır. Primatlar bilirsiniz ki, sosial canlılardır. Vaxtilə bu qoca başıma çox şeylər yığmışam. İnsanın ən böyük var dövləti yaddaşıdır. Yaddaşın nə qədər çoxdursa, ora obrazetslər, nümunələr çox yığırsansa, o qədər qabağasan. Müqayisə metodunun, beynin ondan işləyə bilir. İnsanın ən bədbəxt xüsusiyyəti də yaddaşıdır. Çünki əzizlərini itirir və o ayrılır, itki. Məsələn, anasını itirir, atasını itirir, kimsə əzizlərini itirir. Və o ayrılır, itki beynindədir insanın. Ona görə insanın ən böyük zəhəri də yaddaşıdır, neysə. Pavianlar sosial canlılar olduğuna görə sürü şəklində yaşayırlar. Və məsələn, tutalım ki, ələtrən sanqaçal arasında yaşayırlarsa, orada nə qədər qidalar var, bitki var, meyvə var, yeyib qutardılar. Sosial canlı olduqlarına görə məhz sürü başçısı qərar verir ki, hara getmək lazım. Alimlər tədqiqat edib görüb ki, sürü başçısı avtonomdur. Necə bilə bilər? Ancaq gedir, gəzir, görür. Sürü başçısı gedir, görür ki, məsələn, Lənkəranda da yaxşı qida var, Bilasvarda da yaxşı qida var, Hacqabulda da qida var. Və sürü başçısı insanlarda, amma bu belə deyil də, onlar heyvan olduğuna görə elədir. Sürü başçısı ən zəif qida olan ərazi hardadırsa, beynində 2-3-ü var. Bilir ki, Astarada, Lənkəranda, Bilasvarda qəşəng qidalar var. Ancaq Hacqabulda biraz zəifdir. İminavoy sürünü zəif qida olan yerə aparır ki, içindəkilər o sürüdə olan başqa pavianlar yeyib qüvvətlənməsin, harınlanmasın, vəhşiləşməsin. Ancaq insanlarda bu heç vaxt belə olmayıb. İnsanlar həmişə bir-birindən xəbərləşib. Biz xeyirxahlıq elədiyimizə görə zalim adama kömək eləmərsən ki, deyəsən canı cəhənnəm. Biz bir-birimizə xeyirxahlıq elədiyimizə görə sağ qalmışıq ki, orada pələk var, krokodil var, şir var. Bu qədər.